məhv olsun yalançılar. O kəslər ki, cəhalət içində olan qafillərdir. Onlar haqq hesab gününün nə vaxt olacağını soruşurlar. O gün onlara odda əzab veriləcəkdir. Onlara deyiləcək, dadın əzabınızı. Sizin tez tələsik gəlməsini istədiyiniz şey budur. Şübhəsiz ki, müttəqilər cənnət bağlarında və bulaqlar başında olacaqlar. Öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular. Ey insanlar, Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın. Hiləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın. Həqiqətən o saat haqqında elm yalnız Allahdadır. Yağışı o yağdırır və bətinlərdə olanı o bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz. Heç kəs harada öləcəyini də bilməz. Allah isə şübhəsiz ki, biləndir, xəbərdardır. Əgər Allah insanları etdikləri günahlara görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə hər kəsə öz əməlinə görə cəza yaxud mükafat verəcəkdir. Şübhəsiz ki, Allah öz qullarını görür. Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir. Onlar, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq deyirlər. De ki, sizə vəd edilmiş bir gün vardır ki, siz onu nə bircə saat belə yubada, nə də tezləşdirə bilərsiniz. Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa bizim başqa yaratdıqlarımızı, biz ki onları yapışqan kimi palçıqdan yaratdıq. Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar. Rəbbinizə acizanə, həm də gizlicə dua